çıxarışımız yoxdur deyim. Bizə nə kanalizasiya çəkirlər, nə də su çəkirlər. Bakı ətrafı qəsəbələrdə sənədsiz evlərdə yaşayan minlərlə ailə illərdir içməli su və kanalizasiya xidmətlərindən məhrumdur. Rəsmi çıxarışın olmaması bu ərazilərdə kommunal infrastrukturun qurulmasına imkan vermir. Xaşaxuna bağlarında 20 ildir yaşayan sakinlər deyirlər ki, içməli suyu məcbur qalıb maşından alırlar. Suyu baçoqla gətiririk, hər dəfə, hər həftə gedirik, 10 manat veririk, Mərdəkandan, maşından gətiririk. Belədir. Baçoqları gətirirəm, qazın üstünə bura suyu qoyuram qazanda. İsinir, elə yuyuram qabları. Bax, kranta bax, biz qıyıb suyu oradan çəkə bilmirik. Bax, krantım açıqdır, bax. Amma su yoxdur, işlədə bilmirik. Hər ay 70 manat su maşınına da pul veririk. Yəni su yoxdur ümumiyyətlə. Ya maşınla gəlməlidir, ya da belə su maşını ilə. Əziyyətlə belə baçoklarla su daşıyırıq. O qədər çətinlik çəkirik ki, kanalizasiya xəttimiz yox, su xəttimiz yox. Güya ki, buranın nə bilim şeyi yoxdur, sənəddə deyil. İcazə olub, biz burada ev tikmişik. İcazə olmasa bizim nə işimiz var buralarda ev tikək? Mütəxəssislər isə deyirlər ki, 2023-cü ilin oktyabrından çıxarışsız torpaq sahələrində tikilmiş evlərə su, qaz və işıq xəttləri çəkilməsinə qadağa qoyulub. Problemlərin aradan qaldırılması üçün mütləq şəkildə çıxarış sistemlaşları çıxarışla təmin olunması vacib məsələdir ki, bu zaman təkcə kommunikasiyaların çəkilməsi deyil, həmçinin dövlət büdcəsi xüsusən də əmlak və torpaq vergisindən yararlana bilər. Millət vəkili Fazil Mustafa isə qeyd edir ki, çıxarışların verilməsi ilə bağlı müəyyən süni maneələr yaradılır. Prezident sərəncam veribsə, artıq digər qurumların borcudur ki, bu məsələni yetkin bir qərar formasında salıb problemi həll eləsinlər. Çünki sənədsiz evlər məsələsi həll olunmayacaq, Bakının tıxac məsələsi həll olunmayacaq, məktəblərin yükü azalmayacaq, bu evlərin müəyyən dərəcədə bir iqtisadiyyata töhfə verməsi üçün addımlar atılmalıdır. Su Ehtiyatları Agentliyindən verilən məlumata görə təkcə Bakı və Abşeronda 100 mindən çox qanunsuz su istifadəçisi var. Bunların heç biri biz faktiki olaraq abonent deyil, yəni onlara qurumlar tərəfindən su və kanalizasiya xidmətləri göstərilməyib, sahələr quraşdırılmayıb, qeyri-yaşayış sahələrinin sənədləşməsi və kommunal xidmətlərə qoşulması istiqamətində mərkəzləşmiş qaydada iş aparılır. Və bu günə artıq 16 mindən çox qeyri-yaşayış obyekti çox şəffaf şəkildə sənədləşdirilmişdir və müvafiq həm sənədlərlə, həm də ki, kommunal sahədə yəni xidmətlərlə təmin olunmuşdur. Amma hələ də kifayət qədər sənədsiz əmlaklar mövcuddur ki, hazırda dövlət onların legallaşdırılması istiqamətində iş aparır. Mütəxəssislər problemin yalnız sənədləşmə və hüquqi tanınmadan sonra həll olunacağını düşünürlər. Türkiyanə Əlisoy, Rüfət Əliyev, Elmira Seyfəddin qızı, İTV Xəbər.